İnşallah qardaşlar, salam aleykum deyirəm. Bizim bu söhbətimizi inşallah yazaq. Sonra nə yadımızdan çıxsa, qulaqsarıq, cənə davam edər inşallah. Nə suallarınız vardı, verin. Allahın köməyini cavablandıraq, aradakı ixtilaflar aradan çıxsın. Bir sual. Həzrəti Əleyhisselamdan istəmək olar, nəsə yoxsa yox? Həzrət Əlidən nəsə istəmək olar? Yəni təvəssül eləmək olar mı? Yox, iminli yəni əldən istəmək olar, yoxsa yox? Təvəssül də. Təvəssül də onu deməyin nədir, bilməyin nədir ümumiyyətlə. Təvəssül nədir, siz bilmirik. Əlidən, ya Əli, mən bu işdə kömək yox, bu olar olmaz. Yaxşı. Ümumiyyətlə, o təvəssülü mən izah edeyim. Buyur. Sonra bundan sonra görək, olar yoxsa olmasın. Allah Quran-ı Kərimdə buyurur ki, وَابْتَقُوا لَيْهِ وَسِيلًا Mənə vasitə gətirin, vasitə qoşun. Düzdür ki, vasitə aradakı sədd deməkdir. Əgər olmazsa da eləmək, Allahın da bu ayədə səhv var, ixtilaf var. Bir dəqiq, mən Allahdan bir baş istəmərəm ki, istəyə bilərsən. Amma bir cür insanlar var ki, məsəl üçün, Allah Quran-ı Kərimdə Yaqubun evlatları, Yaquba cəhət deyəndə ki, ya əbana ixfir lənə və zunubənə, ey atamız, bağışla. Yəni, onlar Allahdan istəyə bilərlər, istəyə bilməzlər. Və niyə gəlib Peyğəmbəri vəsilə qoşular? Deməli, vəsilə olar. Yetər ki, vəsiləni müstəqil şəkildə qoymasan ki, bax, bu özüdür bağışlayan. Allah o heç, amma budur bağışlayan. Ya Əli mənə evlat ver, ya Əli mənə şəfa ver, ya Əli mənə nə ver. O demək ki, yəni dua ilə Allah versin. Niyyəti budur, yəni. Sözdə ola bilər, başqa cürsün. Məsələn, biz bu günləri şəfanı verən kimdir? Allahdır. Və həkim yana niyə gedirik? Həkim olmasa Allah verməyəcək şəfanı. Verərəm. Və niyə gedirik həkimə? Həkimə getmək şirkdir? Yox. Şirkdir. Yəni, həkimi Allah yerinə qoysaq, oradadır şirk. Mən həkimə övlad istəyirəm. Mən deyirəm ki, övlad yox, həkimə övlad yox. Yox, o deyir ki, ya Əli mənə ver. Bildim. Bu günlər məsələn, həkimə getsən, məsələn, ağrıysan. Deyirsən, məni sağal. Ərəb dilində deyərlər, mənə şəfa ver. Sənin şəfa verən Allahın deyirsə, həkimindir. Onda niyə onu şişdir onda? Təbabətlə övlad istəmək, nəyisə istəmək gücüsün yoxdur. O təbabət. Yox, ümumiyyətlə, evladı verən kimdir? Allahdır. Düzür. Kişi olmasa, qadın doğar bilməz. Necə? Yox. Doğar bilməz. Allahın əlində, amma belə... Yox, Allahın əlindədir. Demək, qadirdir Allah, yoxsa yox? Allah hər şey. Ben niyə deyək kişi ilə qadın evlənsin? Allahın hikmətidir. Ay, sağ ol. Vəsilə hikmətdir. Öndərləri sən tanıyasan. Allah Quran-ı Kərimdə nə buyurur? Deyir ki, o şəxslər sözlərini zülm elədilər. Sənin yanına gəlsəydilər, Nisa surəsi 64-cə, sənin yanına gəlsəydilər, sən də istəsəydin, Allahın bağışlayan və mehriban olub bilərdilər. Yəni, Allahın yanında Peyğəmbəri nə qoydu? Vəsilə qoydu. Əgər mən bu günləri Peyğəmbərə cavab deyirəm ki, ya Rasulullah, mənə dua elə, hər hansı bir işimdə fərqi yoxdur. Düzdür ya yox? Burada nə problem var ki? Eynən salamat olanda bəni istəməklər? Yox. Sağ vaxtda ayrı. İndi ona ölüb gediblər. Həzrət Əli ölüb gedib, Həzrət Hüseyin də ölüb gedib. Yox, siz bəlkə deyirsiniz ki, olmaz ümumiyyətlə. Yox, olmaz. Yox, biz deyirik ki, olmaz. Yəni, biz deyirsiniz ki, olmaz. Biz Quranla isbatlədik ki, olaraq. Yox, siz deyirsiniz ki, yaxşı da Peyğəmbər və yaxud imamlar sağ vaxt ikən, yaxşı, deyək, sağ vaxt ikən o var. Bu dəqiqə Həzrət Əleyhisselam yoxdur. Bax, burada yoxdur, mənim yanımda yoxdur. Mən necə deyim ki, Həzrət Allah'ın mənə övlad deyir. Nətər deyim onu? Dünyasını dəyişilib olur, nə yaxşı. Quran yəni deyilmi ki, yəni ölü diri məsələsi var Quranda? Onlar Allah'ın yanında bildirir, ruzi yiyir. Yox, onunla işim yoxdur. Diri-dilər, nədirlər? Ümumiyyətlə, Quranda elə bir məhfum var ki, diridən istə, ölüdən istəmə. Mən rast yanmış. Ölüdən istəsən problemdir. Ölübdür. Yəni, vacibdir ki, diri olsun. Yəni, mən rast yanmamış öyle bir şey. Bilin, sizə deyirlər, izah edirlər. Vəsilə elə hökmdür ki, elə diri olsun. Bəli. Bizim düşüncəmizdən diri olsa yaxşıdır. Yusuf Əleyhisselam atasının köynəyi yolladı. Köynəyi açdı gözünü. Köynəyi açdı. Açdı. Gözü atan kim idi? Allah idi köynəyi. Allah. Ben niyə yolluyordu köynəyi? Yaxşı, köynəyi diri olmağını mənə görsədir. Köynək canlı bilmir. Zatən bunu eləyən Allahdır da. Yox, onu deyir. Zatən Allahın rəhməti böyükdür, Peyğəmbərin şəfaəti.
Əlbəttə ki, Allah'ın. Bax, Peyğəmbər şəfəəti nəyə ehtiyac var? Peyğəmbəri daha da göstərmək istəyir. Elə şəfəətin özü bir rəhmətdir, daha da ortaya çıxartmaq istəyir. Elə özü bağışlasın da şəfəət nəyə ehtiyac var? Ya Əli, yəni zaman tanıyın, Əlidir haqq. Zaman tanıyın, bu üstündür. Sən mənim kimi növ bu. Səndən məndən də əksərli üstündür. Belə desinlər də, yaxşı deyirsiniz ki, belə vəsilə. Buna dua eləyən şiələr desinlər ki, ya Allah, Əliyə xatır nəsə verir. O vasitə deyil, ona vasitə deməzlər. Ona bir hörmət deyərlər. Məsələn, filan kəs atamın hörmətinə mənə bir köməkdir. O atamın hörməti idi. Bir də mən vasitə ona hansısa bir vasitəni götürüm ki, Quranda da onu görürüm. Mənə bir dənə tərbiyyə Əli mən eşidir. Əli mən eşidir, mən deyirəm, o eşidir. Mən deyirəm ki, ya Əli deyir. Sən burada bir sənə fırlat ver, sən burada rəslə məsələsin. Ya Əli ver, yəni konkret əldən istəyirəm də bu. Fakt budur ki, əldən istəyirəm. Allah Tövbə surəsi 105-ci ayədə buyurur ki, Fəsərallahu və Rasuluhu vəl müminə. Sizin bütün əməllərinizi görür Allah, onun Rəsulu və möminlər. Bizə mömin demək var, yoxsa bir dəqiqə deyəcəm. Bütün əməllərimizi, Allaha diri ölü var. Allah bütün əməllərimizi görür. Allah nə cür görsə o imtiyazı icazəni Rəsuluna da verir, möminlərə də verirdir. Bizə bu cür mömin demək olar. Mən özüm mömin demirəm. Ümumiyyətlə, mömin kimdir? İman gətirəndir. İman gətirən amma. Bizə mömin demək olar da. Düzü günahımız olsun, falan olsun. Bir dənə mömin var, Allah gördüyü hər şeyi görsün. Var elə mömin? Yox. İmam Sadiq Ələsən deyir ki, oradakı möminlər bizik, 12 imamıq. Bizim üçün getdin, qaldın, fərqi yoxdur. O dünya ya bu dünya. Biz buradan da görürük hər şeyi. Yox, yaxşı. Mənə bir dəlil gətir ki, bax, mən deyirəm ki, ya Əli, mənə hər hansı bir şey, ya övlad, ya ruz ver. Məsələn. Mən yəni ki, bilmirəm, məni eşidir, yoxsa yox. Mən bilmirəm onu. Mən yəqində də öləm. Yəni, amma bir yəqinəm ki, Allah məni eşidir. Yox, dedik ki, وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاءٌ عِندَ رَبِّهِمْ يُرْزَقُونَ. Allah yanında ölən diridir. Allah deyir. Bəl əhyəun diridir. Bəli, Ali-İmran 160-dır. Allah deyir diridir də. Fəlsəfə istəyirsiniz, o diriliyin mənasını biləsiniz. Mənası, bilib istəyirəm. Allah deyir ki, diridir. Yəni, o dirilərdəndir ki, nə yox olubdur, nə də kənara çəkilibdir. Hər kim Allah yolunda dünyadan gedirsə də, tamam bu dünya ilə bütün əhval-ruhiyyə hamısı öz yerində qalıb durur yerdə. Peyğəmbər dəfələrlə qəbirstanlığının bölünən keçəndə ölülərin deyir orada əzab çəkilər, eşitir səslərini. Düzdür yoxsa yox? Və deyir Peyğəmbər Bədir quyusunda öldülər, müşrikləri yığdı bir yerə, dedi indi deyir siz haqqı gördünüz ki mən deyirdim haqqdır. Ölülərə deyir. Yox, səhv salmayın. Ömər yaxınlaşır, səhv salmayın, xahiş edirəm, mənbələrə diqqətli olun. Ömər yaxınlaşır ki, ya Rasulullah bunlar eşidir, deyir ki, bunlar heç sizdən geri qalmırlar eşitmək. Hər şeyi eşidirlər. Deməli, öyle eşidir də. Əhl-i kitab, bizim kitabımızda var. Bəli, bizim kitablarda var. Ədəbiyyat kitab, tarix kitablarına baxsınız və hədis kitabına baxsınız, görürsünüz. Yəni, bu günlər biz deyəndə ki, eşidir. Problem nə var şurada? Peyğəmbər dünyadan gedib, eşitmir bizi. Eşidir. Eşidir, eşitmir. Yox, eşidir, eşitmir. Yox, Peyğəmbər eşidir. Sən Peyğəmbərlə imamət eşidir. Ümumiyyətlə də, yəni biz hələ birinci biz bilək ki, ümumiyyətlə. Mənim məqdəmdə ilk eşidir. Bildim. Birinci ümumiyyətlə biz bilək ki, ümumiyyətlə o dünya bu dünyanın əlaqəsini. Hər namazda bəyəm demirik, Əssəlamu aleykə, əyyuhən nəbi, salam olsun sənə Allahın nəbisi. Eşitmirsə kimlə döyüşürük biz? Mən deyirəm, Peyğəmbər eşidir. Peyğəmbər eşidir. Deməli, o dünya səbəb deyil ki, eşitməyəsən. Kimlərsə cənnədə eşidə bilər, düzdürmü? Axı, Peyğəmbərlə imamətlik bir deyil də yardım ki. Məlumdur, hə. Yəni, Peyğəmbər, mən bilirəm, Rəsulullah, salavatullah məni eşidir. Amma söhbət imamətlikdən gedir. Yəni, imam hər kim Allah yolunda ölsə bəyəm eşitmir, dilidir. Şəhid, mən bir özüm şəhid oldum. Düzdür. Deyirlər ki, Allah yolunda ölən şəhid olanlar ölü deməyin. Düzdür. Mən şəhid oldum, getdim. Amma sən məndən nəsə istəyə bilərsə? Niyə istəyənmərəm ki? Mən İslam buna icazə vermir. Niyə vermir ki? Bəyəm iltimas dua bir-birimizə eləyə bilmərik? Sağ vaxt. Quran deyir, bələhyə onu sağdır. Quran bir sağdır. Sağdır, onu bildik. Başqa sağ nə deyirsə, siz onu deyin. Mən bilmirəm. Mən sizə nə deyirəm də, baxın.
Baxın, siz sağı başa düşmək istəmişsiniz də, fərz eləyək. O sağı siz bana təfsir edin. Onu təfsir edin. Yox, gəl belə deyək də, yox. Mən deyirəm ki, müşrik eşidə bilir, Həzrət Əli eşidənmir. Bədirdə müşriklər eşidirdi. Öləndən sonra. Eşidirdi də, Bədirdə quyuda. Onlar eşidirlər, Əli eşitmir, ya Fatimə eşitmir, ya Həsən Hüseyin eşitmir. Yox, gəl, indi mən sözümü dan deyim. Bax, mən deyirəm, Peyğəmbər eşidir. Bunlar hamısı eşidir, bunlar da eşidir. Mənə dəlil deyim. Deyirəm də, bələhyan indi Rabbihim yurcazın. Allah yanında diri qardaş. Sən gətir ki, eşitmir. Sən gətirməsən, mən yox. Diri söhbət eləmsən, köynənin diri olmalı, mənə görsət də Quranda. Allahın əlində. Allahın əldədir. Yox, Allahın əldə deyil. Allahın əldəsə köynəyin inirdi yolursa. Elə özü açsın da. Ata bilməzdir. Deyirsən ki, o bir vasitə idi. Mən vasitəni başa salmaq istəyirəm də, bəli. Mən vasitəni vəsiləni başa salmaq istəyirəm də. Allah Əzrali yollamır can almağa. Özü ala bilmir ki, Əzrali yolluyor. Allah Quran'da deyir ki, ölüm zaman tatını sizin canınızı alan Allah'dır. Bak fikir verin, ölüm zamanı gəlib tatdı, ömrünüzü canınızı alan kimdir? Allah'dır. Başqa deyir ki, Əzrali, başqa deyir mələklərdir. İndi kimdə alın canı? Kanka bilir ki, Allah'dır. Məlumdur ki, əmri verən Allah'dır. Amma Əzralin vəzifəsi nə oldu? Vəsilə oldu Əzralilə ortada. Əzəl vəsilədir can almaq. Yəni, şiyələrin bizə görə gəlir ki, üç gələn yox, ümum İslam icmasının Quranla götürsə, nə ki məsum, övliyə Allah yanında hörmət yəsidir, mən gələm deyirəm ki, inşallah bizə doyla planşımız yoxdur, heç bir problem yoxdur, diri vaxtına bəyəm istəmirdi, olmazdı. Diri vaxtına bəyəm olmazdı. Diri vaxtına istəyirik də. Elə? Bir-birimizə demirik, iltiması dua, doyla. Yəni, öləndən sonra gən edirik, deyir iltiması dua. Nə var ki, var? O nə fərqi var ki, yana? Heç bir fərqi yoxdur. Yəni, bu küfürdür. Xeyr, küfürdür. Quranla ziddir sizin sözünüz. Bizim kitablarımız. Sizin kitablarınız deyil, bəli. Heç bir İslam qəbul eləmir o dünyada eşitmə. Bizdə dənə Vəhabi firqəsi, əhli sələfi. Sələfi salihin siz, bununla İslam'a bidət gətirsiniz ki, dünyanı dəyişən eşitmir. Amma Allah Quran-ı deyir, bəl əhyam diridilər. Başqa deyir ki, fəsəl Allah və Rasulü və müminin. Bütün əməllərinizi Allah və Rasulü və müminlər görür. Görür mənim bütün əməlimi. Mən bu gün neyləm onu da görür. Çünki ayədə ümumi mənada gəlir. Deyir, nə siz edin, hamısını görür. Bu görürsə də və biz salavat yollamırıq. Sünni şəfəri yoxsa, düzdürmü? Allahümmə sallallahu aleyhi Muhammed və alimə demirik. Əhl-i beytə həmin Əliyə gedir o salavat. Gedir, sünni şeyə fərqi yoxdur, hamıdadır bu salavat. Peyğəmbərin ailəsinə, sallallahu aleyhi, yox, səhv salma. Sallallahu aleyhi və alə alihi və səlləm. Siz deyirsiniz, sizdə kitabsa və əlavədir. Bəli, Buxarda Müslə əlavədir. Sizdə, bizdə fərqi yoxdur. Əhl-i beytə siz salavat yollamışsınız, salam demişsiniz, var da bu kitabda. Allahümmə sallallahu Muhammed yoxdur. O adama gedib çatmır. O adam eşidirmi? Qulağı var onun orada, yoxsa yoxdur. Mənasıdırsa biz kimə salam yollayırıq? Dəliyik də onda. Nəuzullah boş-boş dənəmə şu. O da oradan bizə dua eləmir. Dua edir yoxsa yox? Salavat duadır ha. Mən sana dua elədim. Esselamu aleykum dedim. Sən vacibdir mənə və aleykumussalam qaytarasan. Əmən Peyğəmbər və aləsə. Bu günlərə əhli beytə cavab qaytar. Mənası budur da. Allah Qurana demir, salam verdiniz, salamı qaytarın. Vacibdir qaytarmaq. Deyil demir. Bəli, deyil demir. Mən bu gün salam deyirəm, qaytarmır. O salamın özü duadır. Ayşə deyir, aleykumussalam, Allahın salamı olsun, və rəhmətullah, rəhməti və bərəkatı. Gəl belə danışaq. Sizin rəhbəri heyəti, məsəli, deyir ki, məsələn, deyək, sahabələri təhqir edirlər, söyürlər. Bəli. Yəni, o nə dərəcə düzgündür ki, sahabələri söyürlər? Niyə Əbu Bəkir kafir lənət oxuyurlar? Halbuki Peyğəmbərin yanında sahabə olubdur. Peyğəmbər nə yaxşı oldu? Hər şifrəsinin başı onlara oturardı. Niyə qızı verdi? Qızalardılar. Hər də oldu. Dəfələrlə bizim Dəhrüsün də kitablarına əsaslar ki, Peyğəmbərlə onun münasibəti mehriban oldu. Yəni, bunu dalmaq lazımdır. Bizim kitablar bunu deyir. Yəni, sizin bəzi qardaşlarımız heç bir şey kəsdə onlara düşməsində, bəsillər, kinlə bəsillər, hətta lənət oxuyanlar var aralarında.
nəyə əsasən səhabəyə lənət? Səhabə bilir ki, Peyğəmbərin səhabəsidir. Və bizim də hər bir Peyğəmbərin önündə olan səhabədir. Peyğəmbərin zamanında yaxşı, Peyğəmbərin gör xütbəsini eşidir, Peyğəmbərin alını ayə eşidir. Səhabədir. Bizim əqədəmizdə həmin səhabədir. Səhabədir. Və Allah nə deyir ki, Əzcəlikən münafiqunun qalulə innəkə lə Rasulullah. Cələ sağ deyirlər, sən Peyğəmbərsən. Allah Quran-ı Kərim Münafiqun surəsinin əvvəlində Allah deyir ki, innəl münafiqunə lə yəkəzibun. Münafiqlər yalancıdırlar. O şəhadət verənlər müşriklərin içindədir, yox sahabələrin içindədir. Şəhadət verənlər. Şəhadət. İnnəkə lə Rasulullah. Nəşhədu innəkə lə Rasulullah. Şəhadət versən. Yox, bizə üzr istəyəndə üzr istəyəndə. O şəhadət verən sahabənin içindədir, müşriklərin içindədir. Allah deyir, yalancıdırlar. Nə deyirsən? Münafiqdirlər. Sən nə deyirsən buna? Tövbə surəsində Allah siz bəzilərində münafiqdir. Ayənin tərcüməsi olmadı. Ayət tərcüməsi olmadı. Yaxşı. Əgər isbat olunsa bir adam münafiqdir, ona lənət demək olmaz. Münafiq əlbəttə lənət düşür. Lənət düşür. Baxın, Allah Tövbə surəsinin Quran ayəsini gətir. Ərafdan sonra tövbə gəlir də, değil mi? Anfal gəlir. Allah deməli Tövbə surəsinin 68-ci ayəsi. 68. Üzrüstüm, ayağını qoy yerini tapın. Ama absurd söhbətdir. Səhabiyyət, biləcəkdir, absurd yoxdur. Əvvəlkilər, bütün dünya bağır. Münafiqunə və münafiqat. Münafiq kişilər və münafiq qadınlar. Bəzuhum min bəzi. Onlardan bəzilər olanlar yevminə bil münkəri və yan məsəf oldum ayəndə, yox. Vədallahu və lənəllahu innə münafiqinə huvəl fasiqin. Fənsəfəm məsəf oldum ayəndə, bu ayədir. Bizə də yox, bu 68-ci qıl. Nəyə tapam? İstəyirəm. Ədalikəni. Özünüz dəfələrlə şahid olmuş. Vədallahu münafiqinə və münafiqat və kuffarnə və cəhənnəmü xalidinə fiyhə həsbuhu və lənəhumullah və ləhum əzabun əlim. Əzabın muqim. Allahın bəələsi budur. Münafiq kişi və münafiq qadınlar hansılar ki, küfr edirlər, cəhənnəmə girərlər, xalidinə fiyhə həsbuha, onlara o əbədi olaraq bəsdir. Və lənəhumullah, Allahın lənəti olsun onlara. İsbat olsa bir adamın münafiqi. Səhabə münafiqdir. Dedik ki, Peyğəmbərə gəlib şəhadət verirlər. Şəhadət sahabənin içindədir. Gəlin. Bu birinci bu məhfum başa düşək. Siz hamısı yaxşı deyirsiniz axı. Sizin əqidənizə budur ki, hər bir sahabə göydəki olan deyir, ulduzlu arxasında gəlsə nizət edir. Allah da deyir ki, hər bölümdə olan yaxşıdır, münafiqdir içində olanlar. Düzdür yoxsa yox? Münafiqi biz Quran məhfumundan başa düşdük. Kimdir münafiq? Deyir, onlar əbədi cəhənnəmə girirlər və Allahın lənəti var onlara. Düzdür yoxsa yox? Kiməsə deməli sahabə lənət demək olar da, düzdür? Düzü münafiqdir, ispat olunur. Düzdürmü? İndi gəlin görək kim idi münafiq? Gəlin görək münafiq. Quran və sünnə ilə, tarixlə görək, kimi idi görək münafiq? Allahın Rəsul Peyğəmbər sallallahu aleyhi və səlləm ümuməli nə deyir? Deyir, əlini yalnız mömin sevər və yalnız münafiq ona qarşı çıxar. Ayşə Əliyə qarşı çıxdı yoxsa yox? Çıxdı. Cəməl döyüşündə. Çıxdı. Münafiqdir yoxsa yox? Münafiqdirsə lənət düşür yoxsa yox? Sünən filmidir. Münafiq. Yox, mən deyirəm, sən hökm ver. Peyğəmbərin xanımına münafiq demək, Peyğəmbər özündür. Peyğəmbərin xanımı yəni yaxşı deməkdir və qutardı, hökm verilmiş yaxşı. Yox, Peyğəmbərə deyirsiniz ki, Peyğəmbərə zülm edir, Allaha zülm edir. Peyğəmbərin xanımına münafiq deyirsiniz, Peyğəmbər eşidir. Bəli. Peyğəmbərə zülmdür, Allaha da zülmdür. Yəni, bunu nə fərq bilər o? Yox, mən deyirəm ki, əlini Peyğəmbər nə dedi? Sevmək imandandır, qarşısında münafiqlikdir.
Var bu hədis. Sünən Tirmizi xeyr səs qalmazdı. Bizim müəllimimizə. Bəli, Sünən Tirmizi. Tirmizi kitabın Tirmizin kitabındadır. Münafiqdir Əliyə qarşı çıxan. Baxarım. İsbat olunsa Ayşə qarşı çıxıbdır, Təlhə Zübeyr çıxıbdır. Münafiqdir yoxsa yox? İspat olunsa, ha, münafiq. Allah münafiqə nə deyir? Lənət deyir. Əbədi cəhənnəmə gedir. Qurardır da burada. Başqa söz yoxdur ki. Biz baxarıq Tirmizi kitabına. Yaxşı, Allahın Rəsulü İmam Əlini imam təyin elədi özünə sonra yoxsa yox? Sizdə yox, siz biz yoxdur. Mən kumtu mövla, fəaliyyəm mövla. Bunu tərcümə edə. Mən kimi rəhbəriyəm? Mən kimi rəhbəriyəm? Alid onu rəhbər. Mövla o da dostdur. Yaxşı, hədisin əvvəlini deyir ki, Ənə ələşdir bi oğla ənfusakum. Mən sizə öz canınızdan üstün deyiləmmi? Hamı dedi, bəli. Bunu deyəndən sonra Peyğəmbər dedi, mən kumtu mövla, fəhazə aliyyəm mövla. Mən şəhərkəti qəbul edir. Qəbikum səmmən yoxdur ki, hamıda var. Bütün sürmüş və hətta sizdə gətirdiyi hədisdə bizdən sonra. Mən yoldaş mənası biləm onu. Görmə deyirəm də, hədisin əvvəlinə bax. Ələşdir bi oğla ənfusakum. Mən sizin özünüzdən üstün deyiləmmi? Peyğəmbər deyir, yox? Hədisin əvvəlidir də bu. Yəni, hadis elə, qadirxum elə ondan başlayır. Xutbə deyilir, axırda bir dənə söz deyilir. Düzdür yoxsa yox? Ənə aləşdi bə olə ənfusakum, mən siz özünüzdən üstün deyiləmmi? Amma deyir, bəli, sizədə ver. Deyir, bəli dedi, dalınca nə deyir? Mən kumtu mövla, mən kimə üstünəm, yəni rəhbərəm, fəhaz əliyir mövla, o da ona üstündür. Bunu əgər qəbul edib, Əliyə qarşı çıxan kafirdir, kafirdir. Yox, orada Peyğəmbərimiz sallallahu dedi ki, mən dünyam dəyişəcək, məndən sonra sizə rəhbər əlimi qoyuram. Dedi də, deyir, mən. Yox, o dedim, mən amma demir ki, mən dünyamı dəyişirəm. Peyğəmbər sallallahu dünyasını dəyişəndə, qədismi qoyaq, yaxşı qəbul edik, hamı qəbul edir. Peyğəmbər sallallahu dünyasını dəyişəndə, Həzrət Əlini qoydu öz yerinə həmin anda. Amma bu bilməzdir. Bizim əqidəmizdə Əbubəkir seçildi, damat seçdi, Allah seçildi, damat da yox. Hər rəhbər seçən Allahdır. Necə qoşma? Hər rəhbər seçən Allahdır. Allahın ixtiyarına Əbubəkir gəldi oldu. Onda Musa niyə Firona qarşı çıxırdı, rəhbər idi? Yəni, xanım dedi ki, Musa Peyğəmbər rəhbəri Allah seçmir zəndəsin iradəsindən. Onda Rəsul orada bunu Firon edib, bunda da bunu Peyğəmbər edib, o ziddir, Allahın Peyğəmbər. Firon kimdir? Hamı deyir ki, Əbubəkir kimdir? Yox, sən denən görüm Allah iradə edib, yoxsa özü gəlibdir? Firon? Əbubəkir özü gəldi, yoxsa Allahın iradəsi idi? Mən deyim Allahın iradəsi. Onda niyə Firona qarşı Musaya deyir ki, getsin ona qarşı? Çünki Firon özü gəlib hakimiyyətə. Deməli, hər hakimiyyətə gələn Allahın iradəsinidir. Qəbul edim bunu. Yaxşı. Başqa söz nədir? Peyğəmbər Falyanzur Əşirət Qəqrəbin Şura Sözü 214-də deyir ki, və yaxın qohumlarını qorxuz, salə ilə. Peyğəmbər bütün qohumlarını yıxdı. Dedi ki, mən Allahın Rəsuluyam, elçiyəm və sizi gəlmişəm, cənnət cəhənnəm haqqında danışam. Kim bu işlə mənə köməkli olsa, mənim danışım, vəzirim, sizin aranızda mənim xəlifəmdir, məndən sonra. Bu, Əhl-i-Sünnə, Tarix-i Təbəri, Tarix İbn Kəsir, Tarix Masudi, Tarix Yaqubi, açırsınız, qəşəng baxırsınız. Öz kitablarınızda 3 dəfə İmam Əli qalxdı, dedi mənəm. Və Peyğəmbər dedi ki, sizin aranızda mənim danışım, vəzirim, bax budur. Başqa? Yox, sən bilmirsən, bilsən belə deməzdin. Mən bir dənə demək. Sən, Peyğəmbər Həzrət Əli deyib ki, bütün kişilərinizi, bütün canınızı mübahilədə deyib çağır da, elə. Kimi çağırdı orada? Niyə çağırmırdı Əbu Bəkiri? Niyə çağırmırdı Öməri? Niyə çağırmırdı Osmanı? Niyə can deyəndə Həzrət Əlini çağırdı? Öyle üstündür da onlarla. Üstün, əgər Əbu Bəkir üstün olsaydı, Peyğəmbərə vacib olar. Çünki Peyğəmbərdən əxlaqlı insan yoxdur ki, onu gətirməliyiz. Üstün budur. Peyğəmbər bəyəm deməli, Əli, sənlə mənim nisbətim Musa ilə Harun nisbəti deyək demişdir. Bir dənə hədis gətirin ki, Peyğəmbər nisbəti Əbu Bəkir, ya Ömərə, ya Osmana verildir. Yaxşı. Peyğəmbərdən sonra Peyğəmbər yoxdur, amma Peyğəmbər nə deyir? Deyir, Əl-Xulafə min bədi isnə əşər. Məndən sonra xəlifə, rəhbər, imam 12 nəfərdir. Kimdir 12 nəfər? Yox, bu sizdə var bu. Mənə öz kitabınızda. Kim, 12 nəfər kimdir? Yaxşı. Sizin əqidənizdə 12 biz yox, biz. Yaxşı, 12 man. Kimdir, hə? Kimdir, hə?
Məlum məsələdir, məlum. Onun üçün imam olmaz. Bu günlərə gəl Allah 12 min imam qoyur. Əbu Bəkr ona qarşı çıxır. Siz bunun nəyin tərəfini saxlayırsınız ki? Əbu Bəkrin dövründə İmam Sadiq və yaxud da oruçlar yox idi. İmam Sadiq yox, İmam Ali var idi yoxsa yox? Var idi. Allah Quran-Kərimdə Nisa surəsinin 59-da deyir: "Ati Allah və Rasuluhu və ulul əmri minkum." Üz istəyirəm də. Ati Allah və ati Rasul və ulul əmri minkum. İtaat edin Allaha, onun Rasuluna və öz aranızda əmr sahibinə. Peyğəmbərin zamanında bu ayə vardı yoxsa yox? Peyğəmbərin zamanında var. Peyğəmbər və ulul əmri minkum necə təfsir edir siz deyin? Öz aranızdakı əmr sahibi. Peyğəmbər birdə ki gedəcəkdir. Ondan sonra əmr sahiblər olacaqdır. Heç kimi qoymadı, getdi də siz onu deməzsiniz. Nəuzu billah, bu adam axmaqdır, başı işləmir də. Ayaq yolundakı sağ əlinlə yuma, sol əlinlə yu, incə bir məsələn deyir, əmr sahibi məsələsini açıqlamır. Yaxşı, niyə ayaq yolu üstündür, yoxsa əmr sahibi? Əmr sahibini açıqlamadı, elə bir deyib çıxdı, getdi. İxtilaf qoydu. Peyğəmbər demiş 73 firqəyə bölünəcək. Hansıdır? İlla firqatun vahidədir. Bir dənə firqə tanıtacaq. Qalan səhəlimi deyəcəkdir. Demir kimi də ancaq getsinlər. Baş-başına qoydu ümməti. Budur məsələ. Elə bir Peyğəmbərin ziyarəti olubdur, harasa gedəndə getdiyi yeri boş qoysun, bir dənə nümayəndə qoymasın. Taraflarda yox. Mütləq qoyub da, əbədiyyətə indi gedir, heç kim qoymadı. Əvvəla siz deyirsiniz, qoymadı. 1000 dənə dəlil var ki, qoyunətə qoymuşdur. Allah Maidə surəsində deyir ki, həqiqətən də sizə rəhbəriniz Allahdır, o Rəsuldur və ruku halında zəkat verən. Ruku halında zəkat verən Maidə surəsi 55-də Fəxri Razi deyir, İbn-i Kəsir də deyir, obsi əsbab-ı nuzulda deyir. Bütün hədislərinizə baxırıq ki, Həzrət Əli rukuda ikən zəkat verdi. Peyğəmbər Allah nə dedi ona? Rəhbər dedi, demədi. Daima kimdən sonra dedi? Peyğəmbərdən sonra dedi də. İndi Peyğəmbərdən sonra biz deyirik, Alifdir. Siz bir dənə dəlil gətirin ki, Əbu Bəkr haqqında elə bir ayə gəlir. Ya bir dənə Ömər haqqında gəlir, ya bir dənə Osman haqqında gəlir. Görmürük biz. Yaxşı, Şura seçdi Əbu Bəkri. Ömər kim seçdi bu? Əbu Bəkr seçdi. Özündən sonra xəlifə oldu. Deyirsiniz, Şura seçməli idi. Niyə Şura gəlib Öməri seçmədi? Əbu Bəkr seçdi. Hər ada zamanı razı olurdu. Zamanı razı olurdu, şəxsən tək seçdi. Zamanı razı olurdu, onda tarix yazsın ki, Şura seçdi. Peyğəmbər sallallahu özündən Həzrət Əli mövla elan edə bilir, Əbu Bəkir. Peyğəmbər Əlini Allahın əmri ilə edibdi. Sən Əbu Bəkirlə Peyğəmbəri təxsirmə. Biz Quran ayəti və hədislərlə görürük ki, qadirxunla, mənzilətlə elə yaxın oxundan qorxur. Bu hədislərlə və Quran ayələrindən, məsələn, İtayət ayəsindən, Nisa 59, Rukuda zəkat, Maidə 55 və yaxud da ki, deyir ki, Əl-yevmü nədkullu nəsbi imamihim, hər kəsi imamla çağıracaq istirə etmiş bir də. Peyğəmbərdən sonra imam kim idi? Yox, İndi bilirsin imamın kimdir? Söhbət, mən verdim sualı tamam uzaqlaşdı. Mən deyirəm ki, niyə lənət oxunur? Və yaxud da siz deyirsiniz ki, Peyğəmbərin qızı Ömər deyirsiniz də, öldürdü. Düzdür? Nəyə əsas? Məcməz Cəvahid. Yəni bu qədər Ömərin gözündə kafirdir ki, Peyğəmbərin qızını öldürür. Problem nə ki burada? Elə bilməzdir. Yəni bu qədər bütün gözündə kafirdir. Yox, bax, mən sizə dedim də, Məcməz Cəvahid Məsudi, tarixə gedin, baxın, görün orada xanım Zəhri nə cür dünyasında yaşayır. Şəhristani İmamı və Siyasət, gedin, baxın, orada görün yazır. İbn-i Quteybə tarix, gedin, açın, görün orada xanım Zəhrin həyatı sonu nə cür oldu. Nəhcül Bəlağanın şərhi İbn Abdülhədid, gedin, açın, görün xanım Zəhrin həyatını. Siz öz tarixinizdə xəbəriniz yoxdur, otur haram Ömərdən danışdınız. Ömər hansı Ömərdir ki, bəyəm siğəni haram edən Ömər döydü? Bəyəm həmin Ömər döyüşü deyil, Quranda falan ayə vardı, kitab fanına yığılanda həmin ayəni görmədim. Bu adam iş Quranın özünə inanmır. Bəyəm həmin Ömər... Sünən-i Tirmizi Rəzm ayəsi haqqında gedin baxın, baba. Görün orada Ömər nədir? Deyir, Rəzm ayəsi var idi, Peyğəmbər deyilədi, Əbu Bəkir deyilədi, kitab fanına yığılanda... Bəli, Sünən-i Tirmizi deyir ki, Sahih Buxari Müslim deyir ki, Peyğəmbər deyir ki, gətirin son vəsiyyətimi yazın. Ömər deyir, Peyğəmbər səyəxləyir. Buna nə deyirsiniz? İnsandır, indi olacaq ki. Yox, o mənada deyil ki. O mənada deyil. Nətər? Xəstə vaxtda, indi bir insan. Səyəxləyir. Səyəxləyir deyir, deməyibdir. Yəni, xəstəlikdə. O xəstəmə. O, siz niyə görürsünüz ki, indi Peyğəmbərə səyəxləyir deyil? Orada söz, hədisi səyəxləyir var axı.
Xəstəlik mənası. Yox, səhv mənası. Yəni burada yəni o söhbətin yeri deyil, lazım deyil Peyğəmbər. Peyğəmbər əmr eləyir ki, oradan kağızla qələm gətirin, sizi yol azmayasınız bir şey. Deyir ki, gətirməyin, Quran aramızda bəsdir. Peyğəmbər səhvləyir. Peyğəmbər səhvləyir, səhvləyə bilər Peyğəmbər. Bəsdir sənə Quran. Bax, sünnən hardan götürsən onda? Quran səhbəsdir. 2 rükət namazı görsədim mənə Qurandan. Yox, siz deyəndə. Namazda şək elə, 3-dən 4-dən, onunla Qurandan görsədim. Görsədənməyərsiniz axı. Özünüz niyə bəliyə salsınız? Ömərin niyə təqlid edirsiniz ki, Ömər? Ömər nə deyir? Yox, eləyənməz. Və mə yəntiqu anil hava və mə yəntiqu anil hava. Özündən heç nə demir o. Nə deyirsə, illə vəhyin yuhə. Ona nə vəhy olursa onu deyir. Peyğəmbər nə səhvlər, nə öz başına söz danışar, nə də bir şey deyər. Əgər ispat olunsa ki, əldə təli təyin olsa, ona qarşı çıxır. Lənət düşür ona yoxsa yox. Kafirdir yoxsa yox. Necə? İspat olunsa ki, imam təyin olub Allah tərəfindən. Mən qəbul eləmirəm, qarşı çıxıram. Kafirəm yoxsa yox. Kafir. Peyğəmbər nə deyir? Deyir ki, zamananın imamını qəbul eləmir. Dünyadan gedən dinsiz dünyadır, cəhalətdir elə. Bunu hansı hədisdə deyir? Səhih Buxari, Səhih Müslim, bir də Müsnəd Əhməd ibn Həmbəl. Bax, bu hədis orada var. Zamanənin imamını qəbul eləmir. Dünyadan getsə, küfr alında, dinsiz gedibdir. Bu günləri mən deyirəm ki, əlini Peyğəmbər Allahın dediyindən qoyubdur. Əbu Bəkir, Ömər, fərqi yoxdur, kim olursa olsun, hətta mən özüm olum. Qəbul eləməm, ona qarşı çıxıram, mən kafirəm, münafiqəm, Allah da münafiqi lənətdir, yerim də haradır? Əbədi cəhənnəmdir. Qutadı getdi də. İnşallah dərsimiz İnşallah davam edir. Sən deyən kitablar, hamısını gedin yığın. Hamısını gedin, verdiyiniz məsələ. Bax, sən nə dedim, gedin öz alimlərinizə deyin, zəhmədimizi sizə cavab versin ki, nə cür ola bilir ki, siz sahabələri tərifləyirsiniz, amma sahabələrin biz Peyğəmbərdən sonra Həzrətləri ilə müharibə elədiyini görürük. Cəməl döyüşü, Siffin, Nəhvə. Bu döyüşləri, sən buradan bura deyirsən ki, Muaviyyədə yaxşıdır, Əli də yaxşıdır. Mən amma görürüm, qılınç sizə bir-birinə çəkib öldürürlər. Sənin sözündə düz gəlmədi axı, əmələ gəlmədi. Sən Əliyə qarşı çıxarsan, Əliyə qarşı çıxarsan, çıxarsan Əliyə qarşı yoxsa yox. Ayşə ağılıydı yoxsa sən, Təlhə ağılıydı yoxsa sən. Səhəbə çıxdı, imkanı olmadı öldürməyə. İmam Hüseyni görsən, imkanı oldu, öldürdülər. Əlinin imkanı olmadı öldürməyə. Əmmar Yasir gördün, öldürdülər. Əmmar Yasir böyük sahabəydi, yoxsa yox? Siffin də ölmədi Əmmar Yasir. Peyğəmbər nə dedi? Sən zalim qövmətlərini öləcəksən. İmkanlar oldu, öldürdülər. Kim öldürdü? Muaviyyənin qoşunu öldürdü. İndi Muaviyyə sənətə deyirsən, Allah ona razı olsun. Peyğəmbər deyir, o qövm zalimdir, sənətə deyirsən zalimdir. Sən sünnəyə qarşı çıxsan, Peyğəmbərə açıq-aşıq qarşı çıxsan. Hər kim Peyğəmbərə qarşı çıxsa, dini də yoxdur, imanı da yoxdur. Yalandan aldanmayın da, baxın gök nə deyirsiniz. İndi bu mən sizə nə dedim, gedin öz alimlərinizə, uləməyə, inşallah cavablasını versin. İnşallah vaxt təyin edib görüşək. İnşallah.